haqqında Nəsrin bayaqdan xanım nə deyiblər, kim nə zənglər deyir, gəlir, mesajlar gəlir. Canana ki, biz canlı efirə bağlanmaq istəyirik. Ötən buraxılışda əslində zəng eləmişdi həmin xanım. Amma mən həmin xanıma buradan səslənmək istəyirəm ki, zəng vurmağa, bağlamağa ehtiyac yoxdur. Çünki Nəsrin xanım eyib bir iş görməyib. Alın zəhməti ilə, alın təri ilə alnı açıq bugündən burada əyləşibsə, çünki alın təri ilə, zəhməti ilə əziyyət çəkib öz halal pulunu qazanıb. Onlar da Nəsrin xanım yəqin ki deyim. Xanım deyir ki, söhbət nədən gedir? Yəni kim yığıb, nə deyib onu? Xanım deyir ki, ötən buraxılışda deyir Nəsrin xanım deyir çox özgüvənli danışır. Mənim evimdə deyir təmizlik işləri görüb, müğənniliyə başlamamışdan qabaq. Mən onu demək istəyirəm ki, hər kəs əzəbəziyyətlə bu işləri, bu sənətə gəlib. Heç kim oturduğu yerdə gəlib müğənni olmayıb. Yəni O deyən adam heç yaxşı adam deyil. Elə onu deyirəm, mən ona görə onu canlı efirə bağlamadım və demək istəyirəm ki, qadının düşmənidir, burada deyiblər. Bəli. Yəni ki, sizi gözü götürmür. Sizcə kimdir Halal o xanım? zəhmətinizlə. Mən bilmirəm kimdir, doğrudan da yəni həmin insandır, ya bilmirəm. Olubmu elə bir şey? Bilirsiniz necədir? Mən özgüvənli deyir olmaq. Burada ayıb bir şey yoxdur. Birincisi mən 6 yaşımdan təhsil alıram. Qırmızı diplomla musiqini bitirmişəm. Yəni mənim özgüvənim ona görə var. Amma bugünkü gündə və yaxud keçmiş bir zamanda nə isə bir iş görmüşəmsə, bu ayıb deyil. Gəlin belə danışaq. Yeri gəlsə ondan əvvəl əgər belə rahat olmaq istəyirsinizsə, lap belə onu da deyim, mən tort da bişirib satmışam. Elə bir günlərim olub ki, yəni çox çətinlik olub. Mən o günlərdən çıxmaq üçün gedib başqa bir necə deyim, ən ağır günlərimizdə, yəni mən tort bişirib satmışam. Ondan sonra o iş artıq müğənniliyə başladım. Sənətim mən Dövlət Filarmoniyasında çalışıram, orkestrda. Sadəcə olaraq o yetmirdi mənə və mənim üçün çox ağır bir günlərim var idi ki, yəni bilməyənlər var, açıqlamaq istəmirəm. Hal-hazırda da yəni o problemlər var. Onlardan çıxmaq üçün onda mən hələ Nurlanı da tanımırdım. Yəni səhhətimdə də ciddi problemlər var. Bundan əlavə övladlarımız, yəni onlara baxmaq çox çətin idi. Yəni mən başladım, yəni bir adam var idi, ona qadın var idi, xahiş elədim ki, əgər kiminsə evində təmizliyə ehtiyac olarsa, düz üzümə maska bağlayırdım. Təsəvvür edin, mən səhər gedirdim dövlət işimə, oradan çıxırdım, üzümdə maska, başımda kepka. Yəni istərseniz biraz çəkinirdim, yəni utanmırdım elədiyim işdən. Oradan çıxıb gedirdim, ev təmizləyirdim, oradan çıxırdım, özümlə geyim götürürdüm, gətirirdim, tez əynimi dəyişirdim, oradan gedirdim toya, onda da vallah nə yalan deyim, 20 manata oxuyurdum, yəni 10 manata oxuyurdum, yəni